Salamünaleyküm. Deməli 41-in yolunda belə bir 5 sotun içində belə bir ev çıxdı satışa. Öz şəxsi evlərdir. Bu belə bir evdir. İndi mən burada prosto 2 dənə ev tikməyə yeri var. İndi onu da göstərəcəm sizə. O buranı böyrə bir kuxna salıb evi 4 otaq da eləmək olar. Evi 4 otaq da eləmək olar. Ev 3 otaqdır. Özləri üçün şəxsi tikilmiş evdir. Çox belə geniş, qəşəng evdir. Möhkəm tikilmiş evdir. Burada belə bir məsələ var. Deməli, burada bir dənə də ev tikiləsi yeri var. Deməli, buranın eni hardasa 8 metrə, 8 metrə belə eni var. Burada bir ev tikməyə yeri var. Deməli, 11 yarımın, bu yol, buradan beləsi 11 yarımdır. Buradan da beləsi 17 metrədir. Beləsi də 30 metrə. Geniş, bir dənə ürəyin istəyən bir evi burada çıxartmaq olur. Bu evin arxasında 2 dənə yəni evlik yerdir. Belə deyim də sizə. Deməli, buradan beləsi 17 metrə, buradan beləsi 11 yarım. Qəşəng burada bir ev çıxır, heç nəyə də qarışacağı olmur. 2 dənə belə qardaş, 2 dənə məsələn qohum gəlib, bu evi alıb, birini də buradan tikib, belə bir böyük də bir geniş də həyəti qalır. İkisinin də ayrı-ayrılıqda qapısı var, 5 sotun içindədir. Evi də göstərəcəmsə, qiymət də çox qəşəng bir qiymətdir. Kim istəyər, məsəl üçün evi alar, burada özünə də qardaş üçün, məsəl kimsə üçün burada bir ev tikər, xodu da buradan belə bağlasa, bir ev 2-3 maşın ora girir, buradakı daha 30 metrə, da nə qədər istəyirsən maşınsa. Evin içində göstərirəm. Yenə də burada. Buranı bağlayıb, burada bir böyük bir kuxna eləyib. Buranı bir geniş kuxna, bisetka, yay kuxnası kimi evi 4 otağa da çevirmək olar. Evin içi də belə bir remontlu bir evdir. Bunlar burada geniş kuxna kimi məsəl üçün düzəldiblər. Belə göstərirəm o başdan. Belə bir geniş kuxna kimi özləri üçün düzəldiblər. Bu bir yataq otağıdır. Ev qurqavoy cütdaşdır. 40-ın 60-a beton verilib, öz şəxsi. Buradan çeşitli sahiblər qoşa. Hamam sahiblər qoşa, bu belə. Bir dənə geniş yataq otağı. Qurqavoy cütdaş evdir. Orta pirqanotkalara qədər cütdaşdır. Öz həyətinə baxır. 5 sotun içində, arxasında da, böyründə bir ev tikib yaşamaq olar. Qiymət də münasib bir qiymətdir. Kimə maraqlıdırsa zəng eləsin, qiymətlə bağlı deyək.